Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində işgüzar səfərdədir. Səfərin ilk günü çərçivəsində nümayəndə heyəti Gəncə Memorial kompleksini ziyarət edib. Qonaqlar memorial lövhənin önünə gül dəstələri qoyaraq Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Kompleksin muzeyində ekspozisiyalarla tanışlıq zamanı bildirilib ki, Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci il sentyabrın 27-sində Anım günündə açılışı həyata keçirilən bu memorial kompleks 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumları nəticəsində həlak olmuş günahsız insanların xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Qeyd olunub ki, kompleks həm də müharibənin acı reallıqlarının gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha sonra nümayəndə heyəti Nizami Gəncəvi məqbərəsini, tarixi Butulkalı evi və Gəncə şəhər ekoloji park kompleksini ziyarət edib. Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris təcrübə təsərrüfatında da olublar. Burada tədris və istehsal prosesinin təşkili, mövcud maddi-texniki baza, eləcə də tələbələrin praktik bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Sonda Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət edib. Muzeydə nümayiş etdirilən eksponatlarla tanışlıq zamanı Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolu xüsusi vurğulanıb. Milli irsin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasının əhəmiyyəti qeyd olunub. Ziyarətin sonunda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.